Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala seyyidina habibi kulubina, şefi'i zunubina, Ebil Qasim Muhammed. Allahümme. Ve ala alihi tayyibina tahirin el-ma'sumin el-mukerremin. Rabbi şirah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qavli. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu aziz müminler. Cuma gününüz mübarek olsun inşallah. Allah Teala sizleri, bizleri bugünün bereketinden, rahmetinden, mağfiretinden bir nasip etmesin. Emir el-Müminin Ali ibn Ebu Talib aleyhisselam münacatlarının birinde deyir: İlahi habli kemalil inqita'i ileyk. İlahi, her şeyden kopup sənə yönəlməyin kamalını, kamilliyini mənə bəxş et. İnqita ərəb dilində ayrılmaq, qopmaq mənasındadır. İnqita ilallah, bu artıq irfan ədəbiyyatımızda da bir termin olarak keçir. Yəni hər şeydən qopup, bütün varlıqlardan qopup, ayrılıb, bütün bağlılıklardan kırılıp Allah'a yönelmek, Allah'a bağlanmak. Bütün varlıkla insan, bütün varlığıyla Allah'a bağlanması, Allah'a yönelmesinin yolu Allah'ı tanımaktır, mərifətullahdan keçir. Allah'ı əql yoluyla veya qəlb yoluyla tanımağın mərtəbələri var. Əql yoluyla Allah'ı tanımağın ən kiçik mərtəbəsi başlayır insanın fitrətindən. Çünkü her bir kəs fitri olarak Allah tanıma üzerinde xəlq olunubdur. Necə ki Həzrət Rasulullah sallallahu aleyhi ve sellem Allahümme salli ala Muhammed ve ali Muhammed. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki Kullu mevludun yuladu ala tevhid. Her bir insan ki dünyaya gelir, tevhid üzerinde dünyaya gelir. Sonradan atası anası ya onu mecusi eləyir, bütpərəst eləyir, başka dinlere yöneldir. Əqli yolla Allah mərifətullah, Allah tanıma başlayır insanın fitrətindən. En yüksek zirvesi de budur ki insan mərifətullahda bütün dəlilləri, bütün burhanları, subutları ehtiva eləyə, əqidəsinə yönəlmiş bütün inkarçıların iradlarını cavablandıra. Qəlb yolu ilə mərifət başlayır insanın pak fitrətindən və bütün zülmət hicablarının, nur hicablarını keçərək sonda gəlir ilahi zatın, zat-ı müqəddəsin təcalla mərhələsinə gəlib çatır. Qəlblə Allahı tanımağın mərhələləri var. Necə ki əqillə Allah tanımanın mərtəbələri var, qəlb yolu ilə də insanın Allahı tanımasının mərtəbələri var. Həmin mərtəbələrin ən aşağı, ən birinci pilləsi budur ki, insan fitrəti ilə mütləq kamilliyə ehtiyacın olduğunu hiss eləsin. İnsan fitrətən içində, təbiətində, varlığında, ruhunda hiss eləsin ki, o mütləq bir kamilliyə bağlanmalıdır, mütləq bir kamilliyə qovuşmalıdır. Və həmin mütləq kamillik də Allah-u Teala'dır. İnsan fitrətinin qarşısında olan maniyələri dəf eləyərsə, meyillər kimi, şəhvətlər kimi, təəssübkeşliklər kimi, boğuz, bütün o pis xüsusiyyətlər ki, bunları insan əgər özündən arındıra bilsə, uzaqlaşdıra bilsə, sağlam və pak fitrəti ilə Allahı tanıyacaqdır. Qəlb Allahın varlığını duyacaqdır, hiss edəcəkdir. İmanın mərtəbələri var ki, insan ki Allah'a inanır, iman elə eyni dərəcədə deyil. Hamı Allah'a eyni cür tanımır, hamı Allah'a eyni cür iman gətirmir. Bəziləri elə bilir ki, elə Allah'a inandım demək və Allah'a inanıram demək yetərlidir. İman, məntiqi təsdiqin qəlbdə yer tutmasıdır. Allah'a iman, məntiqi təsdiq, insan ağılla Allah'ın varlığını, mövcudluğunu dərk etdikdən sonra ağlın dərk etdiyini qəlbə yazmaqdır, qəlbdə bunu duymaqdır, qəlbdə bunu hiss etməkdir. İman əmin sözündən götürülüb. Bir şey etibar etmək, təsdiqləmək, əmin olmaq, aramlıq tapır insan bunda.
Bəlkə də imanın belə adlanmasından məqsəd, çünki insan aramlığını Allaha etiqad etdikdə, Allaha inandıqda tapır. Allaha inanc insana aramlıq verdiyi üçün elə iman həmin o əmin sözündən götürülüb. Bir mənada budur ki, insan qəlbində olanı şübhədən əmin amanda saxlasın, şübhə ona yol tapmasın. Sən ki, inanclı insansan, Allah Taala'nın varlığına iman gətirmirsən, axirətə iman gətirmirsən, Peyğəmbərə, Peyğəmbərin məsumluğuna, Peyğəmbərdən sonra məsum 12 imama iman gətirmirsən, 12-ci imamın Accalallahu Teala fərəcəhu şərif, Allahümmə salli ala Muhammed və ali Muhammed. Sağ olduğuna və zuhur edəcəyinə iman gətirmirsən, bu etiqadlarına şübhə tapmadıqda iman gətirmiş olursan. Nə qədər ki şübhə içindəsən, hələ iman gətirmiş sayılmazsan. Bədəvi ərəblər gəldilər, dedilər ki, qalətil a'rabu əmənnə, ya Rasulallah, biz iman gətirdik. Qul ləm tu'minu, Allah nə dedi? De, siz iman gətirməmisiniz. Bəl qul əsləmnə, deyin ki, İslam gətirmişik, biz təslim olmuşuq, müsəlman olmuşuq. وَلَمَّ يَدْخُلِ الْإِيمَانُ فِي قُلُوبِكُمْ. Hələ iman sizin qəlblərinizə daxil olmayıbdı. İman artan bir şeydir, azalan bir şeydir. Nöqsana məruz qala bilir, şiddətli ola bilir, arta bilir, azala bilir. Allah Quran-ı Kərimdə buyurur, İnnəməl mu'minunəl-ləzīnə izə zukirallahu vəcilet qulubuhum. Möminlər o kəslərdir ki, Allah zikr olunduqda qəlbləri lərzəyə gələr. وَإِذَا تُلْيَتْ عَلَيْهِمْ آيَاتُهُ. Allah'ın ayələrini onlara oxuduqda زَادَتْهُمْ إِيمَانًا. İmanlarını artırar. İman baxımından artım hiss eləyərlər, artım olar onlarda. Usul-u Kafidə imanla bağlı çox gözəl bir hədis var. Hədis biraz uzundur. Mən onun müəyyən hissələrinin tərcüməsini inşallah nəzərinizə çatdıracağım. Əbu Əmr Zübeyri nəql eləyir. Deyir ki, İmam Cəfər Sadiq əleyhissalama dedim ki, ey alim, mənə söylə görüm, Allah yanında ən üstün, ən fəzilətli əməl hansı əməldir? Hamımıza da maraqlıdır da. Şimdi bizdən də soruşurlar, hərəmiz ola bilər ki, bir cavab verək. Gəlir, Peyğəmbər elminin qapılarından bir qapıya sual verir. Ki, Allah yanında ən üstün əməl hansı əməldir? İmam buyurur ki, Allah yanında ən üstün əməl o əməldir ki, həmin əməl olmasa Allah bəndədən heç bir şey qəbul etməz. Yalnız həmin əməlin şərti ilə Allah qəbul edir. Hələ imam demir nədir bu. Amma onun əhəmiyyətini bildirmək üçün deyir ki, elə bir əməldir ki, o olmasa Allah heç bir əməli qəbul etməz. Dedim ki, hansı əməldir? Həzrət buyurdu ki, özündən başqa heç bir ilah olmayan Allaha iman gətirmək. Əməllərin dərəcə baxımından ən üstünüdür. Məqam baxımından ən şərəflisidir. Və ən böyük mükafata özündə ehtiva edən əməl budur. Dedim ki, əxbirnə anil iman. İman nədir? Mən imandan danış. Nə olan bir şeydir iman? İman qavlun və əməlun. İman söz və əməldir. Əm qavlun bilə əməl. Yoxsa sözdür, amma əməl deyil. İman deyir, nədir? Öyle sözdür ki, mən Allaha iman gətirdim. Əmənnə ənəhu la iləhə illəhu. İman gətirdim ki, ondan başqa heç bir ilah yoxdur. Budur mu iman? Yoxsa iman əməldir. Əməllə yanaşı da bir sözdür. İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, Əl-imanu əməlin kulluhu vəl-qavlu ma'du zəlikəl əməl. İman bütövlükdə əməldir, söz onun bir hissəsidir. Bu Allahın kitabında bu cürdür ki, Allah bunu kitabında bu cür bəyan eləyib. Deyir, mən dedim ki, fəda olum sənə, imanı mənə vəsf elə ki, başa düşüm onu, anlayım onu, dərk eləyim. Həzrət buyurur ki, iman hallardır, dərəcələrdir, təbəqələrdir. Elə bir dərəcəsi var ki, kamildir, kamilin zirvəsinə çatıb. Elə bir dərəcəsi var ki, naqisdir, nöqsanı, qüsuru aşkarcasına aşkardır, bilinir, bəllidir. Elə dərəcəsi var ki, üstün dərəcəsidir və üstün dərəcədə artmaqdadır. Deyir, sual verdim ki, iman elə bir şeydir ki, artır, azalır, kamilləşə bilir. Həzrət buyurdu, bəli. Dedim, necə olur ki bu? İmam Cəfər Sadiq əleyhissalam buyurdu ki, Allah Taala imanı Adəm övladının bədən üzvləri arasında bölüşdürüb. Onların arasında hərəsinə aid bir pay ayırıb. İnsanın elə bir bədən üzvü yoxdur ki, onun iman payı olmasın. Ona həvalə olunmuş iman payı digərinə həvalə olunmuş iman payından fərqlidir. Həmin üzvlərdən bir insanın qəlbidir.
ki bədənin, insanın bədəninin əmiridir. İnsanın heç bir bədən üzvü, qəlbdən məqsəd ağıldır. Onun əmri və rəyi olmadan hərəkət etməz. Qəlbə ağla bir iman payı verib Allah. Həmin bədən üzvlərindən deyir, gözləridir. Gözlərə bir iman payı verib. Qulaqlarıdır, qulaqlara başqa bir iman payı verib. Əlləridir, ona ayrıca iman payı verib. Ayaqlarıdır, onun iman payı ayrıdır. Dilidir, onun iman payı ayrıdır. Başıdır, onun iman payı ayrıdır. Hər birinin iman payı var. Bəzən görürsən ki, insan məsələn qəlbi iman gətirib, dili iman gətirməyib. Dil Allah istədiyi kimi deyil. Qulaq Allah istədiyi kimi deyil. Dil qeybət danışır, qulaq qeybət dinləyir, göz haramlara baxır. İman gətirib, əli ayağı iman gətirməyib. İman gətirib, Allaha iman gətirib, amma baş iman gətirməyib. Məsələn deyək ki, insanlar var da, indi xanımlara aiddir məsələ ki, hicab. İman gətirib, Allaha inanır. Amma məsələn, hicabı qəbul etmir. Hicaba qarşı iman gətirməyib. Gözlə, hərəsində öz payı var. Hicab Allahın əmridir. Quran-ı Kərimdə Nur surəsinin 30-31-ci ayələrini açın baxın. Allahın aşkar bir əmridir. Allaha iman gətirən inancılı birisi bu əmri rəayət edir. Kimsə də rəayət eləmir, özü bilər. Ondan da heç kəsin işi ola bilməz. Çünki din elə bir şeydir ki, bir balaca haşiyə çıxım. Lə ikraha fid-din. Dində məcburiyyət yoxdur. Bu sözü biz bəzən səhv başa düşürük. Bu demək deyil, məsələn deyək ki, dində hansısa bir əmr yoxdur ki, bunu et, bunu etmə. Bu cür deyil məsələ. Din elə bir nəsnədir ki, elə bir şeydir ki, qəlblə bağlı olan bir şeydir. Heç kəsin qəlbini heç nəyə məcbur etmək olmaz. İnsanın bədənini məcbur eləyərsən, məcbur birini qul kimi işlədərsən. Vaxtı ilə Avropa, Afrikada nə qədər insanları yığıb aparıb qul kimi işlədirdilər. Plantasiyalarında qul kimi işlədirdilər, döyürdülər, öldürürdülər. Uşaqları az məhsul yığanda əllərini kəsirdilər. Bədənlərinə zülm eləyirdilər. Qəlblərinə də hakim idilər, yox, qəlblərinə hakim ola bilməzdilər. İnsanın qəlbinə hakim yalnız insanın öz iradəsi ilə olmalıdır, istəyi ilə olmalıdır, məhəbbəti ilə olmalıdır. Bir adam məsələn deyək ki, dindardırsa, xüsusilə də indiki dönəmimizdə, bu demokratik bir dönəmdə, məcburi şəkildə dindar deyil. Öz seçimi ilə dindar olub. Bir xanım başını örtürsə, bunu heç kəs məcbur eləməyib. İnancından irəli gələn bir məsələdir. Allahına olan inancı o qədərdir ki, İman ki, onun bütün bədən üzvlərinin hər birinin iman payı var, hamısının iman payını tamamilə vermək istəyir, ödəmək istəyir. Bunun seçimidir, onun haqqıdır. Görürsünüz, bəzi sosial şəbəkələrdə bilən də danışır, bilməyən də danışır. Və təəssüflər olsun ki, ən pis hal budur ki, din adından hər kəs danışır. Bu sahədə mütəxəssis olan da danışır, mütəxəssis olmayan da danışır. O, belə bir rəvayət nəql olunur. Bir nəfər gəldi İmam Cəfər Sadiq əleyhissalamın yanına ki, Peyğəmbər övladı, niyə dində bu qədər çoxlu fərqlər var? Görürsünüz, hərə bir cür izah edir, hərə bir cür şey deyir. İmam buyurdu ki, sən ev tikmək istəyəndə kimin yanına gedirsən? Kimi çağırırsan ki, gəlsin, məsləhət alasın, evi tikəsən, deyir, bənnayın yanına gedirəm, bənnə çağıraram. Xəstələnəndə kimin yanına gedirsən, deyir, təbibin yanına gedərəm. Din elə deyir sahədir ki, burada hər kəs danışır. Ona görə də ixtilaf çoxdur. Əmir əl-Mömin əleyhisselam deyir ki, cahil sükut eləsə, irtəfəl ixtilaf, ixtilaf aradan qalxar. Cahillər danışdıqca ixtilaf çox olacaq. İnsan bədən üzvünün hər birinin öz payı var. Ki, insan gərək bu bədən üzvlərinin hər birinin iman payını verə. İman təkcə söz deyil, iman əməldir. Dilin imanı var, gözün imanı var, əlin ayağın imanı var. Əmir əl-Mömin əleyhisselamdan soruşdular ki, iman nədir? Deydi, ma'rifətun bil qalb və iqrarun bil lisan və əməlun bil ərkan. İman qəlblə mərifətdir, dillə təsdiqləməkdir, əməldə onu göstərməkdir. İman demək qəlbdə tanımaqdır. Dildə iqrar eləyirsən, etiraf eləyirsən, əməldə bunu göstərməlisən. İman əməldir. Əgər insan imanın tələb etdiyi əmələ rəayət eləyərsə ki, bunlar ilahi qanunlardır, bunlar bizim həyatımızın hər sahəsini əhatə eləyir. Fərdi həyatımız və ictimai həyatımızı hamısını əhatə edir bu ilahi qanunlar. Bir insan bu imanın, Allaha və axirətə olan imanın tələb etdiyi əməllərə ixlasla riayət eləyərsə, onun ən yüksək dərəcələrinə yəqinə gəlib çatar. Əmir əl-Mömin əleyhissalamdan bir hədisdə buyurur ki, deyir, iman qəlbdə ağ bir nöqtədir. Hər dəfə deyir, insanın imanı artdıqca, həmin o ağ nöqtə də artır. Elə ki, deyir, tamamlandı, kamilləşdi, insanın qəlbi tamamilə ağa bürünür, nurani bir hala düşür.
İnsanda təqva olduqca imanı artacaqdır. Təqva insanın imanının nurunu artırır. Və bunu tədricən elə artırır ki, bir də görürsən ki, qəlb gəlir, o qədər saflaşır, o qədər arınır ki, qəlb elə bir güzgüyə çevrilir ki, nuru özündə əks etdirir. İlahi təcəllilər o qəlbdə baş verir. Allah-u Teala'nın Əsma-ül Hüsnəsi, gözəl adları, Allahın o kamil sifətləri paklaşmış bu cür qəlbdə öz əksini tapır. İnsan gəlir eynul yəqinə çatır, haqqul yəqinə çatır. Demək ki, bu dediklərimizə əsasən imanın 3 mərhələsi ki var, buna diqqət eləyək. Ki, birinci mərhələ nədir? Ağlın təsdiqidir. İman kör-köranə olmur, kör təbii şəkildə olmur. Kör təbii şəkildə imanı dinimiz qəbul etmir. Müşriklərə dedilər ki, siz niyə bu bütlərə ibadət edirsiniz? Ata-babadan belə görmüşük. Atalarımız bu bütlərə ibadət eləyib, biz də onların ardınca gedən bir qövmük. Allah buyurur ki, birdən əgər ata-babaları anlamasalar, bilməsələr necə? Cahil olsalar necə? Yenə mi ardınca gedəcəklər? Ağıl və təsdiq olmalıdır, ağlın təsdiq olmalıdır, ağıl və məntiqə söykənməlidir. Amma bu mərhələdə deyil bu. Ağıl və məntiqlə qəbul etdiyini gərək qəlbində hiss eləyəsən, qəlbində duyasan. İkinci mərhələsi təqva mərhələsidir. Ki, insan özünü Allahın huzurunda hiss eləyə bilsin. Özünü Allahın huzurunda hiss eləyib, bu huzurun adab və ərkanını riayət eləsin. Və üçüncü mərtəbəsi yəqin mərtəbəsidir. İmam Rıza Aleyhisselamdan nəql olunan bir hədisdə bu 3 mərhələni özündə əks etdirir. İmam Rıza Aleyhisselam buyurur ki, iman İslamdan bir dərəcə üstündür. İman İslamdan bir dərəcə üstündür. Təqva imandan bir dərəcə üstündür. Yəqin də təqvadan bir dərəcə üstündür və insanlar arasında ən az insanların payı, insanlara verilən, bəxş edilən yəqindir. Yəni, yəqinə sahib olan insanlar azdır, çox deyirlər. İnsanın bu imanın bu mərhələlərindəki mənəvi seyri və sonda gəlib insanın həqiqətin özünə çatması, yəni haqqul yəqin mərhələsinə çatması, qəlb gözü ilə həqiqəti görməsi, insanın mənəvi seyri budur, bax. Bu mənəvi seyirdə müəyyən məsələləri inşallah nəzərinizə çatdırıb, ondan sonra söhbətimizi tamamlayacağıq. Birincisi budur ki, qəlblə Allah tanıma, qəlblə Allahı müşahidə etmə, bu mümkün bir məsələdirmi? Bu təkcə mümkün bir məsələ deyil. Bu elə bir zəruri bir məsələdir ki, Əmir-əl-Mömin əleyhissalam və həmçinin bu digər imamlarımıza da aiddir, başda Peyğəmbər olmaqla. Ki, deyir, mən görmədiyim Rəbbə ibadət etmərəm. Zeynəb şücaətli və bəlağətli bir adam idi. Əmir-əl-Mömin əleyhissalamla qarşılaşanda Əmir-əl-Möminə deyir ki, bu bildiyimiz, hamımızın bildiyi hədisdir. Ey Əmir-əl-Möminin, Rəbbini görmüsənmi? Əleyhissalamın cavabına bax, deyir, vay ləkə ya Zeynəb, vay olsun sənə Zeynəb. Mə kuntu a'budu Rabban lam ərah. Görmədiyim Rəbbə ibadət etmərəm mən. Görmədiyim Rəbbə ibadət etmərəm. Necə görmüsən ya Əmir-əl-Möminin? Gözlər onu görə bilməz. Gözlər baxmaqla onu görə bilməz. Və lakin rəəthul qulub bihaqaiqil iman. Qəlblər onu iman həqiqətləri ilə görər. Demək ki, bu mümkün məsələdir və bu Peyğəmbər və Əhl-i Beytin halı budur, məqamı budur. Digər bir rivayətdə Abdullah ibn Sinan atasından nəql edir ki, xəvaricdən bir nəfər gəldi İmam Baqir əleyhissalamın yanına. İmam Baqir əleyhissalama belə bir sual verdi. Dedi, eyyü şeyin təbud, sən nəyə ibadət eləyirsən? Xəvaricdə də xüsusiyyəti bu cürdür. İmam dedi ki, əbudullah, Allaha ibadət eləyirəm. Dedi, onu görmüsənmi? İmam Baqir əleyhissalam buyurdu ki, ləm tərahul uyun bi müşahədətil əbsar. Gözlər müşahidə etməklə, baxmaqla onu görə bilməz. Qəlblər iman həqiqətləri ilə onu görə bilər. Lə yu'raf bil qiyas. Allah müqayisə ilə tanınmaz. Allahı varlıqlarına bənzədib Allahı tanıyamazsan təşbihlə. Deyir, Allahın əli var, ayağı var, ərşdə oturur, qalxır, enir. Sonra da bu təşbihdən qaçmaq üçün deyir, bilə keyf. Keyfiyyət bizə bəlli deyil. Sən bunları isbat etməklə, Allaha nisbət verməklə bənzətdin artıq məxluqata. Sənin üçün keyfiyyəti məchuldur. Deyirsən, keyfiyyəti məlum deyil. Yəni, keyfiyyət var, amma mən bilmirəm o keyfiyyəti. Keyfiyyətlə ispat etmiş oldun sən ona. Lə yu'raf bil qiyas və lə yudrəku bil havaz. Hiss üzvləri ilə dərk olunmaz. Və lə yüşəbbəhu bin nas. İnsanlara bənzədilməz.
Mevsufun bil ayat. Allah ayələri ilə vəsf olunar. Ma'rufun bil əlamat. Əlamətləri ilə, yaratdıqları ilə tanınar. Deyir, həmin xavaric oradan çıxanda bu sözü dedi. Dedi, Allahu a'lemu heythu yec'alu risalətə. Bu Quran ayəsidir. Allah öz risalətini harda qərar verəcəyini bilir. Yəni Allah kimin peyğəmbər olacağını bilir. Allah kimin imam olacağını bilir. Bu da peyğəmbər əhl-i beytinin imamıdır ki, Allah bu elmi bunda bəxş edib, bunda qərar veribdir. Qəlb gözü zahiri gözlə eyni deyil. Zahiri göz Allahı görə bilməz. İmam Sadiq əleyhissalam qəlb gözü ilə Allahın görməyə mütləqliyindən danışır. Əbu Bəsirdən bir rəvayətdədir. Əbu Bəsir gəlir imamdan soruşur, deyir, bəli, mömin görə bilər Allahı. Hətta İmam Qadir Əbu Bəsirə deyir ki, sən məgər indi görmürsənmi? Əbu Bəsir deyir, özüm çaşdım qaldım. Dedim ki, Peyğəmbər evladı, bu hədisi səndən nəql eləyim. Dedi, yox, nəql etməginən. Çünki deyir, münkirlər, cahillər bunu eşidib inkar edəcəklər. Sən dediyin mənanı başa düşməyəcəklər, Allahı təşbih edəcəklər, bənzədəcəklər. Və leysətir rü'yəti bil qalb kər-rü'yəti bil ayn. Gözlə görmək, qəlblə görmək, bunlar ayrı-ayrı şeydir. Qəlblə görmək, gözlə görmək kimi deyil. Allah Taala onu başqalarına bənzədənlərin vəsflərindən ucadır, alidir. İnsan gəlir, bax, yəqinin bu mənəvi seyirdə bir məqamına çatır ki, artıq qəlbin gözü açılır. Necə ki, Həzrət Rasulullah buyurur ki, elə bir bəndə yoxdur ki, onun bu iki gözü olduğu kimi qəlbinin də gözləri olmasın. Allah bir bəndənin xeyrini istəyərsə, yaxşılığını istəyərsə, onun qəlblərinin gözlərini açar. O qəlb gözü ilə göylərin yerin mələkutunu, qeybin ötəsini, qeybi, yəni bu maddə aləmin ötəsini, qeybin inəyər, qəlb gözü ilə müşahidə eləyər. İmam Hüseyin əleyhissalamın ərəfə duasında da buyurur ki, Əntəl-ləzi əşraqtəl ənvarə fi qulubi əvliyaik. İlahi, öz vəlilərinin, öz dostlarının qəlblərindən nur saçan sənsən. Gəldin orada təcalla eləyən sənsən. Hətta ərəfukə və vəhhəduk. O nurla səni deyir, tanıdılar və səni tovhid və qail oldular. Sənə ibadət etdilər. İslamdan, imandan yəqinə olan bir mənəvi seyr var. Ariflərimiz bunu şəriət, təriqət və həqiqət deyə bu mərhələlər adlandırıblar. Bu terminlər, bu istilahlar da elə dinimizin hədislərindən əldə olunub, dini mətnlərdən əldə olunub. İslam, iman və yəqin. Bu üçünü şəriət, təriqət və həqiqət deyə adlandırıblar. Şəriət zahiri hökmlərdir. İnsanların etdikləridir, yəni müsəlmanların yerinə yetirdikləri şəriət hökmləridir. Bugün burada oturan hər birimiz, məsələn, müəyyən bir mərcəyi təqlidə, müştehidə, din elmlərində, xüsusilə də dinin şəriət hökmlərində mütəxəssis olan birinə müraciət edir, şəriət hökmlərimizi öyrənmək üçün. Buna deyilir təqlid. Bu vacibdir. Sən, mən özümüzə, öz ağlımıza görə şəriət hökmü çıxara bilmərik. Ya gərək özümüz mütəxəssis olaq, İslamın mənbələrini araşdıraq, Qur'anı araşdıraq, hədisləri araşdıraq və şəriətin hökmünü ortaya çıxaraq, əməl eləyək. Buna gücümüz çatmırsa, ki, əksəriyyətimizin gücü çatmır, o zaman nə etmək lazımdır? Bunu bacaran, mütəxəssis olan birinə müraciət etmək lazımdır. Bu da olur təqlid. Təqlid etmədən öz başa bildiyin kimi əməl etsən, əməllər puşt, batildir. Düzgün yerinə yetirməyəcəksin. Səhv eləyəcəksin. Özündən hökm verə bilməzsən ki, Allah sənə mənə görə hökm nazil etməyib. Heç bir müştehid də özünə görə hökm vermir. Bir müştehid bir fətvanı vermək üçün aylarla onu tədqiq eləyir, araşdırır, Quran-ı Kərimdəki ayələr araşdırır, hədisləri araşdırır, təzadlı hədisləri araşdırır, təhlillər edir, sonda bir nəticəyə gəlir və o gəldiyi fətva, nəticəni, verdiyi fətvanı da məsuliyyətini daşıyır. Yəni, məsuliyyətsiz bir iş deyil, bu çox ağır və məsuliyyətli bir işdir. Şəriət budur, zahir. Ramazan gəlir, orucumuzu tuturuq, orucu pozanlardan çəkinirik. Məscidə gəlirik, namaz qılırıq, sübh namazını qılırıq, zöhr qılırıq, nə bilim, axşam namazını qılırıq. Haramdan uzaqlaşırıq, bacarıqsa, haram yeməkdən uzaqlaşırıq, bacarıqsa əgər bunu. Zahir, şəriət budur. Təriqət şəriətin batinidir. Zahirin içidir. Təriqət daha yüksək bir mərhələdir. Mənəvi adabı yaşamaqdır. Çox zaman ancaq zahirlə kifayətlənirik. Elə bilir ki, elə fiqh hökmləri əzbərlədim, bunu rəayət etdim, məsələ bitir, yox. Bunun içi var, batini var, onu yaşamaq lazımdır. Mənəvi adab ərkanı, mənəvi qayda qanunları pozduqda ibadət zahirən düz ola bilər. Amma o ibadət məqbul ibadət deyil, puç olacaq o ibadət, ruhsuz bir ibadət olacaq. Həqiqət isə hədəfdir. Hədəf nədir? Hədəf
Allahın özüdür. Liqaullahdır, Allahla görüşməkdir. Allah Quran-ı Kərimdə buyurur: فَمَنْ كَانَ يَرْجُ لِقَاءَ رَبِّهِ فَلْيَعْمَلْ عَمَلًا صَالِحًا. Hər kəs Rəbbi ilə görüşəcəyini ümid edirsə, əmindirsə, فَلْيَعْمَلْ عَمَلًا صَالِحًا. Salih əməl etsin. Və yaxud da digər bir ayədə: Ya eyyuhel insan inneke kâduhun ila rabbike kedhan femulaqih. Ey insan, sen Rabbine doğru əziyyətdəsən, səydəsən, çabalamaqdasan. Femulaqih. Və gedib ona qovuşacaqsan. Həqiqət budur. Həqiqət də təriqətin batinidir. Bunlar ayrı-ayrı deyil, paralel deyil. Bunlar bir xətt üzrədir, paralel deyillər bunlar. Bir-birinə zid mərhələlər deyil. Yəni belə deyil ki, insan şəriətdən yuxarı qalxdı, ta şəriətə ehtiyacı olmur. Ya o cür deyil. Bunlar bir xətt üzrədir. Şəriət olmasa heç təriqət də yoxdur. Şəriət olmasa heç həqiqətə də çatmayacaqsan. Həzrət Rasulullah imanın, yəqinin ən kamil zirvəsindədir. Allah Rasulundan üstün nəinki bəşər övladı, heç bir məxluq yoxdur. Mələklərdən də üstündür. Amma Allah Rasulü şəriətin bütün hökmlərinə riayət edibdir. O bəzi təsəvvüf məktəbləri var ki, görürsən onlarda belə şatahat var, azmalar var ki, bir yerə gəlir, çatır, deyir ki, artıq mən gəldim, həqiqətə çatdım da şəriət hökmləri məndən götürüldü. Yəni da namaz nə üçün lazım idi? Mən yəqinə çatdım, mən çatmışam yəqinə. Namaz da düşür bundan, hər şey bundan düşür. Bunlar batil düşüncələr, batil təfəkkürlərdir. Şəriətdən ilişib qalmaq, sözdə qalmaq kimidir. Bax, söz var, məna var, mənanın çatdırdığı bir həqiqət var. Bəzi insanlar ancaq elə sözdür, sözdə qalıblar, mənadan xəbərləri yoxdur. Bəzi insanlar yox, başa düşürlər ki, söz hədəf deyil. Sözün daşıdığı məna əsasdır, əhəmiyyətlidir. Mənayı yönəlirlər. Ondan da yüksək olan insanlar anlayır ki, məna da vasitədir həqiqətin özünü əks etdirmək üçün, həqiqətə çatmaq üçün. İnsan seyri bu mərhələlərləndir. Həzrət Rasulullah sallallahu aleyhi və səlləmdən çox gözəl bir hədis nəql olunur bu barədə. Əl-Müstədrək kitabında, Müstədrək Vəsail kitabında. Buyurur ki, hədisdə buyurulur ki, Allah Resulü buyurdu: Əş-şəriətu əqvali, şəriət mənim sözlərimdir. Və-tariqatu əf'ali, təriqət, yol mənim feillərimdir, mənim etdiklərimdir, əməllərimdir. Vəl-həqiqatu əhvali, həqiqət mənim əhvalımdır, hallarımdır. Vəl-ma'rifətu rə'su məli, mərifət mənim sərmayəmdir. Vəl-əqlu əslu dini, ağıl dinimin köküdür, dinimin əsasıdır. Və-şəvqu mərkəbi, miniyim şövqdür, Allaha olan şövqdür. Vəl-xavfu rəfiqi, qorxum hər zaman yoldaşımdır. Ümidlə qorxu arasında olmalıdır insan həmişən. Vəl-ilmu silahi, elm silahımdır. Bir hədisdə buyurur ki, məttəxəzəllahu vəliyyən cahilən, Allah özünə cahil vəli seçməz. Allah vəlisi, Allah dostu elm sahibi olar, cahil olmaz. Elm o deyil, çıxan mənim kimi burada terminlərlə danışır, elm bu deyil. Elm həqiqət olduğu kimi dərk etməkdir, həqiqət olduğu kimi bilməkdir. Çünki bizim bu dediklərimiz, danışdıqlarımız, bu sözlər, bu terminlər, bunlar hamısı nəyə görədir? Həqiqəti anlaya bilim. Biri bu terminləri bilmədən belə həqiqəti dərk edə bilirsə, elmli odur. Sadəcə biz terminlərin içində itib batmışıq və bu vasitələr olmadan birbaşa gedib çatıb məqama. Vəl-hilmu sahibi, həlimlik mənim yoldaşımdır. Və-təvəkkülü ridai, təvəkkül mənim zirehimdir. Vəl-qənaətu kənzi, qənaət xəzinəmdir. Və-sidqi mənzili, doğruluq mənzilimdir. Vəl-yəqini mə'vaya, yəqin sığındığım bir şeydir. Vəl-fəqru fəxri, fəqirlik mənim fəxrimdir. Mən fəqirliklə deyir, digər peyğəmbərlər və mürsəllər qarşısında iftixar edərəm. Buradakı fəqirlik maddi fəqirlik deyil. O kasıblıq deyil, yoxsulluq deyil. Quran-ı Kərimi açın oxuyun. Quran-ı Kərimdə Allah kimləri tərifləyib? İnfaq edənləri, fəqirə əl tutanları. Elə bir ayə yoxdur ki, Allah orada tərifləsin ki, əl açıb dilənənləri. Allah fəqirləri tərifləsin, yox. Maddi fəqirlik nöqsandır. İnsan maddi fəqirlikdən qurtulmalıdır. Çalışmalıdır, səy etməlidir ki, maddi fəqirlik fəxir deyil. Fəxir burada Allaha olan ehtiyacdır, Allaha olan fəqirlikdir. Ki, Həzrət Rasulullah bunu ilə fəxr eləyir. Necə ki, Quran-ı Kərimdə buyurur: Ya yuhannas entumul fuqara ilallah vallahu vel ganiyyul hamid. Ey insanlar, siz Allaha möhtac olan, Allah zəngindir, hər cür şükrə və tərifə layiqdir. İndi insan əgər gəlib bu məqama çata bilər ki, özünü Allahın huzurunda duya bilir. Varlıq aləmini Allahın məhzərində duya bilir, hiss eləyə bilir, dərk eləyə bilir. Belə bir insan Allahın ayələrini müşahidə eləyəcək. Hər şeydə Allahın nişanələrini görəcək.
Əmir el-Möminin əleyhissalam buyurur, nəyə baxdım ondan əvvəl və ondan sonra Allahı gördüm. Və insan əgər gəlib qəlb müşahidəsi məqamına çata bilsə, Allah Taala'nın əsma-ül husnasını, Allahın sifətlərinin təcəllilərini görəcək. Və hər kəs ki, qəlb müşahidəsi əhlindən ola, əhlü şəhadə, qəlb müşahidəsi məqamına gələ çata, o gəlib liqaya yetişə biləcək, Allahla görüşə çata biləcəkdir. Bu yolu gedənlərdən soruşaq ki, necə olub gəlib çatmısınız bu məqama? Ya Əmir el-Möminin, necə olub gəlib çatmısan bu məqama ki, deyirsən ki, Ləv kuşfə liyəl qita məzdətdi yəqinə. Bütün pərdələr götürülsə də, mənim yəqinimdə dəyişiklik olmayacaq. Necə olursan bu məqama çatırsan, deyirsən ki, İlahi sabartu alə əzəbikə və keyfə əsbiru alə firaqik. Kumel duasında deyir Əmir el-Möminin ki, İlahi əzabıva dözərəm, amma sənin fərağına, ayrılığına necə dözüm? Demək ki, liqa baş veribdir, görüş baş veribdir, vüsal baş veribdir, yoxsa hansı ayrılıqdan danışılır? Vüsal olmasa ayrılıq olmur. Tanımadığın, görüşmədiyin birinə deyənməzsən ki, sənin ayrılığa necə dözərəm? Əmir el-Möminin əleyhissalam bu dünyada bu liqa mərhələsinə gəlib çatıbdır. Ki, bu kamillik seyrində necə olub ey Peyğəmbər və onun əhl-i beyti gəlib bu məqama çatdınız? Gəldiniz elə bir məqama çatdınız ki, hər şeydən qopub Allaha aid ola bildiniz. Sizdə Allah rəngindən başqa rəngi olmadı. Allahın iradəsində fəna ola bildiniz. Özünüzün də heç iradəniz olmadı. İnqita budur. İnqita ilallah, Allaha yönəlmək, hər şeydən qopub Allaha yönəlmək. Təkcə bu deyil ki, sən elə dünya malından qopur, yox. Dünya nə geydiyin libasdır, nə mindiyin o maşındır, minikdir, nə yaşadığın evdir. Dünya səni Allahdan uzaqlaşdıran hər şeydir. Şöhrət səni Allahdan uzaqlaşdırırsa dünya odur. Riyakarlıq səni Allahdan uzaqlaşdırır, odur. Hubb-ı riyasət səni uzaqlaşdırır, odur. Mənəmlik uzaqlaşdırır səni Allahdan, dünyan sənin odur. Övladın səni Allahdan uzaqlaşdırır, odur. Qadın Allah uzaqlaşdırır səni, dünyan odur. Hər kəsin bir dünyası var. Ondan keçə bilməlidir. Bunlardan keçmək lazımdır ki, insan hətta özündən keçə bilir, öz iradəsindən keçə bilir. Artıq onun iradəsi Allahın iradəsi olur, başqa bir şey olmur. Tam Allahın iradəsini əks etdirir. Bu nə vaxt mümkün ola bilər? İnsan hər zaman Allahı zikr eləyə bilsin. Allahdan qəflətdə olmasın. Ustadlardan biri deyir, biz elə bilirik ki, hərdən bir Allah yadımızdan çıxır. Amma deyir, tam əksidir, hərdən bir Allah yadımıza düşür. Çox zaman biz Allahı unuduruq, qəflət içərisindəyik. Hər zaman insan Allahı zikr etsin. Zikr təkcə o demək deyil, insan desin, La ilahe illallah və ya Subhanallah. İmam Cəfər Sadiq əleyhissalamdan bir hədisdə nəql olunur. İmam buyurur, bir neçə şərt sair mömin üçün deyir ki, və zikrullah fi kulli hal. Hər bir halda insan Allah'ın zikr etsin. Sonra deyir ki, mən zikrullah deyəndə məqsədim bu deyil, insan desin Subhanallahi və elhamdülillahi və la ilahe illallah və allahu əkbər. Deyir, baxmayaraq ki, bu zikirdir. Amma məqsədim bu deyil, deyir, məqsədim budur ki, Allah'ın haram etdiyi bir şeylə qarşılaşanda Allah'ı xatırlaya bilirmi? Zikir yəni Allah xatırlamaq. Zikrullah Allah xatırlamaq. Haramla qarşılaşanda Allah'ı unudur, yoxsa Allah'ı xatırlaya bilir. Zikir bunu haramdan çəkindirə bilir, ya çəkindirə bilmir. Şəhvətlərinin qarşısında məğlub olur, yenik düşür, ya düşmür. Yox deyə bilir, Allah xatırlaya bilir, məazallah deyir. Zikrin həqiqəti budur. Zikrin həqiqəti ilahi qanunlara riayət etməkdir. Özü hər zaman Allahın huzurunda bilib, ilahi qaydalara, ilahi qanunlara, əmrlərə, tapşırıqlara əməl etməkdir. Ona görə də bayaq dediyimiz hədisdə İmam Sadiq əleyhissalam nə dedi? Dedi, əl-imanə əməlin kullu, iman bütünlükdə əməldir. Vəl-qavlu ba'du zəlikəl əməl. Söz həmin əməlin müəyyən bir hissəsidir. Zikir təkcə söz deyil, zikir bəzən biz səhv başa düşürük. Elə bilir ki, 100 dəfə bu sehirli sözləri deyəsən, nəsə baş verəcək. O sehirli sözləri, o zikrə əgər mən qəlbim zikr eləmirsə, ruhum onu zikr eləmirsə, ruhum qəflətdədir, dilim zikr eləyirsə, heç nə baş verməyəcək, bunu bilək. Bəyazid Bistami olub, o təsəvvüf əhlindəndir, sufilərin böyüklərindəndir. Bir nəfər gəlir Bəyazid Bistamiyə deyir ki, ağa bu kürkündən biraz kəs ver mənə, təbərrük saxlayım. Yəni elə bilir ki, Bəyazid Bistaminin kürkündən bir damcı kəsib evinə qoyacaq və ya cibində daşıyacaq, bu adam olacaq, düzələcək də. Bəyazid Bistami baxdı, dedi, oğul, mənim dərimi də soyub əynivə geyinəsən, adam olmasan faydası yoxdur. Özün düzəlməlisən.
Qəlb zikr etməlidir, ruh zikr etməlidir. Bu da nə ilə əməldə bu görsənməlidir. Bütün varlığın Allah'a zikr etməlidir, Allah'ı xatırlamalıdır, özü Allah'ın huzurunda hiss edə bilməlisən. Çünki imanın əsası budur. Allah'a iman gətirmək elə bu demək deyil ki, elə bir dənə iman gətirdim, bitdi, qutardı. Hər zaman gərək mən Allah'ı anlayam, Allah'ı xatırlayam. Namazdır Allah zikri üçündür. Taha surəsində Allah Teala Həzrəti Musa Aleyhisselama nə deyir? Əqimus salate li zikri. Məni xatırlamaq üçün namaz qıl. Unutma məni, xatırla məni. Namaz barəsində digər ayədə buyurur ki, və lə zikrullahu əkbər. Namaz Allah'ın ən böyük zikridir. Allah xatırlamağın ən böyük zikir namazdır. Namaz o deyil, zikir o deyil, təsbihə alaq əlimizdə, çəkilək bir küncə ilə ya hay deyə, məsələn 1000 dəfə deyək. Sonra da buradan çıxaq gedək, günahla qarşılaşanda heç Allah'ı xatırlamayaq. Havay nəfsimiz bizə Allah olsun. Yox, zikir bu deyil. Din də bu deyil heç. Ona görə də bir hədisdə İmam Əli Aleyhisselam buyurur ki, zikrullah rəsi məli kulli mümin. Allah'ın zikri hər bir müminin sərmayəsidir. Hər bir müminin şeytandan salamat qalmaq qazancıdır. Zikir şeytanı səndən uzaqlaşdırmalıdır. Nəfsə məğlub olmağı, nəfsə qul olmağı səndən uzaqlaşdırmalıdır. Zikir həm də Allah sevgisindən irəli gəlməlidir. Zikir ruhun qidasıdır. İnsan ruhunu qidalandırmaqla həyat əldə eləyir. İnsan Allah'ı hər zaman xatırladıqca insan həyatı bundadır, ruhun həyatı bundadır əslən. Ona görə bir hədisdə buyurur ki, müdavamətə zikir qavtul ərvah. Daimi zikirdə olmaq, daimi Allah'ı xatırlamaq ruhların azuqəsidir, ruhların qidasıdır. İnsan Allah'ı zikr etməklə Allah'la üns tapır. İlk mərhələdə biz özümüzə təlqin edirik. Məsələn, bəzi zikirlərimiz var, hədislərimizdə gəlir ki, bunu 100 dəfə deyim, bunu nə bilim 300 dəfə deyim, 50 dəfə. Bunlardan məqsədlərdən biri budur ki, dilimizlə dediyimiz bu zikri qəlbimizə öyrədə bilək, qəlbimizin dilini aça bilək. İlk öncə biz özümüzə təlqin edirik ki, Allah'ın varlığını. Sonra qəlbimiz əgər dili açılsa, qəlbimiz zikr eləsə, biz hər zaman Allah'ın huzurunda olduğunu özümüzə xatırladacağıq. Üçüncü mərhələnin zikri budur ki, insan qəlbinin gözü açılanda zikir əslində burada Allah-u Teala'nın hüsn cəmalını, kamalını, gözəlliklərini vəsf etməkdir. O zikir gördüyü təəccübdən doğan sözlərdir, hallardır. O Subhanallah deyəndə mənim dediyim Subhanallah deyil. Əmir el-Möminin də bu sözü deyil. Peyğəmbər də Subhanallah deyir. İmam Əli də Subhanallah deyir. Digər imamlarımız da Subhanallah deyir. Biz də deyirik Subhanallah, Elhamdülillah, və la ilahe illallah, vallahu ekber. Biz sözü deyirik, ən uzağı biraz mənaya çata bilirik. Onlar həqiqəti görüb, həqiqəti qəlb gözü ilə görüb, həqiqəti vəsf eləyəndə bunu deyir. Ona görə Allah hər kəsin vəsfindən ucadır, muxləs bəndələrindən başqa, yəni Allah seçdiyi bəndələrdən başqa. İndi insan, bax, zikr elə bir mərhələyə gəlib çatır ki, insan qəlb gözü ilə Allahın camal və kamalını gördükdə eşq baş verir, məhəbbət baş verir, sevgi baş verir. Başlayır o sevgidən Allah'ı tərifləməyə. Çünki sevən sevdiyini tərifləyər. Aşiq məşuqunu vəsf eləyər həmişə. Onun zikri əslində vəsflərdir. Məşuqunda gördüyü o gözəlliklərin vəsfidir. Sevgi insana iki böyük təsir qoyur. Birincisi budur ki, insanı günahdan uzaqlaşdırır. Məsumiyyətin səbəblərindən biri də hubbudur, Allah'a olan sevgidir. Çünki Allah'a olan sevgi qəlbi bütövlükdə Allah'a aid eləyir. Məşhur bir deyim var, deyir, əl-məhəbbətu tuhriqu məsivəl məhbub. Məhəbbət məhbubdan başqasını yandırıb yox eləyər. Məhbubdan başqası qalmır sənin gözün. Ancaq onu tanıysan. Ondan başqa hər şey yadından çıxır. Ancaq onu xatırlayırsan. Onu xatırlamaqdan ləzzət alırsan. Ən azından bir insana olan sevgi həyat təcrübəmizdə bunu yoxlaya bilərsiniz. Çoxumuz gənclər bəziləri təcrübədən keçirib, bəziləri təcrübədən keçirməyib, nə vaxtsa indi keçirəcəklər də. Bu cürdür. Hələ bir məxluqun sevgisini insan yadından çıxardanmır gənclik dönəmində məsələn. Gör, həqiqi gözəlliyini insan aşiq olsa nə cür olacaqdır. Həzrəti Yusufun qissəsini də xatırladımda sizə. Züleyxa Yusuf bir məxluqdur. Yusufun gözəlliyinə nə cür aşiq oldusa, baxmayaraq ki, həyat yoldaşı var, xəyanət qərarına gəldi. Qapıları bağladı, Yusufu çağırtdırdı, qapıları bağladı. Dedi, heytələk, hazıram sənin üçün. Yusuf nə dedi? Məazallah, mən Allah'a sığınıram. Yox, yox. Və ləqəd həmmət bihi. Züleyxa tam o qərara gəlib ki, Yusufla qovuşacaq.
Yusuf da bunu eləyərdi. Ləulə rə'a burhanı Rabbih. Rəbbinin burhanını görməsəydi, qəlb gözü ilə görməsəydi, qəlb gözü açıq olmasaydı, düşəcəkdi xətaya. Amma Yusuf həqiqətin aşiqidir. Yusuf həqiqi gözəlliyin aşiqidir. Bu eşq qoymaz bunu getsin, bu cür xəyanətə addım atsın. Züleyxa, da qıssə mərufdur, qıssəni da çox danışmaq istəmirəm. Ki, əri gəldi, qapıda qarşılaşdılar, Yusuf əleyhissalam günahsız olduğu sübut olundu. Bu hadisə ki, yayıldı Misirdə, şəhərdə başladılar o əyanların, əşrafların, xanımları Züleyxanın barəsində danışmağa ki, bu nə acizlik eləyib, nə pis hərəkət eləyib, öz oğulluğuna götürdüyü birinə aşıq olub. Züleyxa bunlardan qisas almaq istəyir, bunların hamısını dəvət eləyir evinə. Bunlara meyvə verir, bıçaq verir ki, o meyvə də soyulan meyvədir ki, soyub yeməli idi. Bunlar elə meyvəni soymaya başlayanda Yusufə deyir ki, bu qapıdan girib, bu qapıdan çıxacaqsan. Gəlir bunların qarşısından keçir. Yusuf da bu evin nökəridir, bu məcburdur bunu etsin. Qadınlar hamısı Yusufu görəndə heyrətə gəlirlər. Deyirlər ki, Subhanallah, məhədə bəşər, bu bəşər deyil. İnhədə mələkun kərim, bu bir mələkdir, hörmətli bir mələkdir. Quran necə deyir? Və qattana əydiyahun. Əllərini deyir, kəsdilər, kəsik elədilər, doğram elədilər əllərini. İnsan əlinə, barmağına tikan batan kimi reaksiya verir, hiss edir, ağrını hiss edir. Amma gör bu gözəllər nə cür aludə oldular ki, barmaqlarını bıçaq kəsdi, ağrını hiss etmədilər. Bir məxluqun gözəlliyinə aşıq olanda insan bu cür eləyir. İndi insan Allahın gözəlliyinə, camalına, kamalına ki, həqiqi gözəlliyi Allah-u Teala'dadır. Onu qəlb gözü ilə müşahidə eləsə, elə bir məst, mənəvi məst halında olur ki, ta onu heç kəs azdıra bilməz. Onu şeytan da onu azdıra bilmir. Muxləs bəndələrdir. Allah onu seçir özü üçün. Çünki bütün varlığının özünü Allaha həsr eləyə bilibdir. Yusuf barədə nə deyir? Deyir, لِنَسْرِفَ السُّوءَ عَنْهُ. Biz pisliyi Yusufdən uzaqlaşdırmaq istədik. Yox ki, Yusufu çirkabın içindən çıxardığa, çirkabı Yusufdan uzaqlaşdırmaq istədi. Çünki Yusuf elə paçlıq halına gəlib çatıb ki, Allah icazə vermir artıq o paçlığa ləkə düşsün. Həqiqi bəndələr bu cür bəndələrdir. Bu bəndə artıq günahdan uzaq olur, məsumiyyətə gəlib çatır, özünü çirkaba bulaşdırmaqdan qoruyur. Məhəbbət belə bir xüsusiyyəti var. Allahı insan sevsə, insan günahdan uzaqlaşacaqdır. Əmir əl-Möminin əleyhissalamın Şaban münacatında da bu fikri bu cür əsaslandırır. Deyir, İlahi ləm yəkun li havlun fəəntəqilə bihi an məsiyyətik. İlahi, mənim gücüm yoxdur ki, günahdan çıxa bilim. Mənim gücüm yoxdur. Mənim gücüm yoxdur ki, mən günahdan ayrıla bilim. Yalnız deyir, mən o cür vaxt günahdan ayrıla bilərəm ki, sənin məhəbbətin məni oyada. Sənə olan sevgimlə mən ayılam, qəflətdən ayılıb günahdan çıxa biləm. Günah insanın qəlbini çirkliyindən uzaqlaşdırır, paklaşdırır. İnsanı günah çirkabına bulaşmaqdan qoruyur. Sevginin bax, belə bir xüsusiyyəti var. Eyni zamanda nədir? Sevgi insanın inqita mərhələsinə gəlib çatmasına səbəb olur. Ki, insan hər şeydən qırılıb Allaha dönə bilir, Allaha yönələ bilir. Aşıqla məşğulun arasındakı bir cazibə baş verir. İndi İmam Hüseyin əleyhissalamın bu duasına diqqət eləyək. İlahi mən zəlləzi zəqə halavətə məhəbbətikə fəramə minkə bədələ. İlahi, sənin məhəbbətin şirinliyini dadan kimdir ki, sonra geçsin sənin əvəzinə başqasını istəsin? Yəni, bir kəs ki, sənin məhəbbətini daddıqdan sonra gedib başqasını istəyərmi? Haşa, istəməz. Və mən zəlləzi ənisə bi qurbikə fəbtəqə ənkə hivalə. Bir kəs ki, səndən üns tapıb, ləzzəti səndə görübdür, xoşbəxtliyi səndə görübdür, sənə ibadət eləyəndə, sənə müraciət eləyəndə, dua eləyəndə, səni zikr eləyəndə, bütün ləzzətlərin üns bunda tapır. Səndən başqa hər bir şeydən vəhşət hiss eləyir, qorxu hiss eləyir, tənhalıq hiss eləyir. Səninlə olanda rahatlığın ünsiyyəti tapır. Belə birisi səndən başqasına yönələrmi? Yönəlməz. Bu yolla insan gəlib inqita mərhələsinə çata bilər ki, sevgi, məhəbbət, Allahın zikri və sonda Əmir əl-Möminin əleyhissalamın o münacatında dediyi bax bu halı yaşayar. İlahi habli kəmaləl inqita'i ileykə. İlahi, sənə yönəlməyin, hər şeydən qopub sənə yönəlməyin kamilliyini mənə bəxş et. Və ənir əbsarə qulubina.
qəlblərimizin gözlərini nurlandır. Bidiyai nazarihə ileyk, sənə baxmağın ziyası ilə, sənə baxmağın işığı ilə. Hətta təxriqa əbsarəl qulub hucbən nur. Ta ki deyir bizim bu qəlb gözlərimiz nur hicablarını da dəlib keçsin. Zülmət hicabları günahlardır. Bəzən insan günahlardan qurtula bilir. Amma nur hicabı nədir? Nur hicabıdır ki, ibadətində hətta məsələn cəhənnəm qorxusundan ibadət eləyirik, cənnətə olan şövqdən ibadət eləyirik. Baxmayaraq ki, Allah bunu qəbul eləyir bu ibadəti də, amma cənnət və cəhənnəmin yaradanından qəflətdik. İbadətin əsl səbəbi Allahın özü olmalıdır. İnsan o kamilliyə qovuşmaq üçün ibadət etməlidir. Hicrət üçün, mənəvi hicrət üçün o ibadət etməlidir. Nur hicabları bunlardır. Allahdan qəflətdə düşürən hər bir mubah əməldir. Bəzən də ibadətdir. Bəzən də elmdir. Din elmləri oxuyur insan. Əleyhissalamdan nəql olunan bir hədisi ya Rasulullahdan buyurur. Əl-elmu hicabun əkbər. Elm ən böyük hicabdır. Din elmlərini oxuyur, niyə gəlsin, söhbət eləsin, insanlar bəhbəh desin. Biri ilə mübahisə aparasın, onu sustura bilsin. Müxalif bir məzhəb nümayəndəsi ilə bəhsə girsin, onun batil çıxarda bilsin. Məqsədlər bunlar olursa, bunlar hamısı hicabdır. İnsan Allahdan uzaqlaşdıran hicabdır. Baxmayaraq ki, danışdığı şeylər, dediği şeylər nədir? Haqdır və həqiqətdir. Amma hicaba çevrilib, nur hicablarını deyir, gözlərimiz dəlib keçsin. Fətəsilə ilə mə'dinil azəmə. Gəlsin, əzəmət mədəninə çatsın. Və ruhlarımız sənin qüdsünün izzətindən asılı qalsın. Bunlar o kəslərdir ki, cisimləri bu dünyadadır. Amma Əmir əl-Möminin əleyhissalam deyir ki, ruhları mələkut aləminə bağlanıbdır. Allah and verir izzət-i cəlalına, bizi Allaha yönələn qullarından qərar versin inşallah. İbadət və itaətlərimizin qəbul olunması, günahlarımızın əfv edilməsi, dualarımızın müstəcab olması üçün Peyğəmbər və pak əhl-i beytinə salavat zikr edək.